Salam əziz və dəyərli izləyicilərim. Bu videom hamilə xanımlar üçündür. Yaxın əyləşin və çox xahiş edirəm ki, diqqətlə qulaq asın, dediklərimin hər birinə də əməl edin. Allah birincisi onu deyim ki, Allahdan arzu edirəm ki, sağ, salamat canınız qutarsın, sağlam evladınızı qucağınıza alasınız inşallah. Analı, atalı böyüsün cəmi hamilələrə arzum Allahdan odur. İslah evladlar versin, sağlam evladlar, əl-ayağı düz. Mənim əzizlərim, siz əgər hamilə vaxtından özünüzü qorumasanız, evladınız sağlam dünyaya gəlməz. Ona görə də özünüzü qorumağınız birmənalı şəkildə vacibdir. Bu dəfə özünüz üçün yox, evladınız üçün qorumalısınız. Və həmişədən belə bir söz var, deyirlər ki, sən iki canlısan, iki nəfərin yeməyini yeməlisən. Xeyr, xeyr, bu düzgün deyil. Bir də ki, o sən iki canlısan, iki qat çox yeməlisən. Bu da düzgün deyil. Siz az-az, tez-tez yeməlisiniz yeməyinizi. Bu bir mənalı şəkildə. Gündə 8-10 stəkan arası bütün hamilə xanımlar su içməlidir. Təbii ki, bunu sizə ginekoloqlarınız deyəcək, amma mən də istədim ki, bir mütəxəssis nutrisioloq, diyetoloq olaraq sizə öz məsləhətlərimi verim, öz araşdırmalarımı bilirsiniz ki, mən gecəmi gündüzümə qatıb oxuyuram. Və deyim ki, sizə siz mütləqdir ki, gündə bir stəkan ya qatıq, ya kefir yeməlisiniz. Baxın, o yoğurtlar var, o şəkər tozu olan tərkibində, onlardan yeməsəniz yaxşıdır. Əgər illa ki, qatıq içə bilmirəm, ondan yeməliyəm, onda bez saxara yiyin. Üstünə bez saxara yazılır, sonra şəkərsiz yazılır. Sonra gündə bir dənə yumurta yeməlisiniz. Həyət yumurtası olmalıdır bu. Mağazin yumurtası yeməyin və yaxud 2 bildirçin yumurtası yeməlisiniz. Buğda, mərci cücərməsi. Mən həmişə deyirəm, qızartma, bozartmalardan uzaq olun. Balıq bir mənalı şəkildə rasionunuza əlavə etməlisiniz. Çünki omega 3-ün altının sizin üçün və evladınız üçün çox böyük xeyrini görəcəksiniz. Yəni, balıq yeməklə. Bu da qızartma balıqdan getmir söhbət, konserva balığından getmir söhbət. Bu, bildiyimiz adi balığı sobada bişirmək və yaxud supunu bişirməklə, şorbasını bişirməklə yeyə bilərsiniz. Ancaq o zaman xeyrini görə bilərsiniz. Mənim əzizlərim, gözəl qızlarım, buğda, mərci, brokoli cücərməsi mütləqdir ki, yeyəsiniz. Bütün bildiyiniz yaşıllıqlar, yəni tərəvəzi həyatınıza, rasionunuza əlavə etməlisiniz. Bunların da içində, yenə də deyirəm, ən başda gedəni brokoli olmalıdır. Çünki brokoli qadın həyatı üçün bir bilsəniz ki, nə qədər gözəldir, valla inanın ki, həyatınızdan çıxartmazsınız. Qoz fındıq yeməyi yaddan çıxartmırsınız və çox axşamlar yemək yeməyin çox xahiş edirəm. Bu həm sizə zərərlidir, həm də uşağa zərər eləmiş olursunuz. Stresdən bir mənalı şəkildə uzaq olun. Bəzən İraq hamımızın qulağından xəstə uşaqlar dünyaya gələndə mənə ən çox verilən suallardan biri bu olur ki, ay Məryəm xanım, bəs uşaqların günahı nə idi? Bu uşaqlarda niyə bu xəstəliklər oldu? Mənim əzizlərim, ona görə olur ki, hamilə vaxtı düzgün qidalanmırsınız, rasionunuzu düzgün seçmirsiniz. Yaxşı olar ki, çox diqqət eləyəsiniz sağlığınıza və ən əsası, bütün bu saydıqlarımla bərabər 1 saat gəzməyiniz mütləqdir. Bu, addım-addım gəzilməlidir ki, uşağın inkişafına əgər siz gəzməsəniz, sizin kislorod sizdə çatışmamazlığı olacaq. Bu da bir mənalı şəkildə uşağa təsir eləyəcək. Yəni ki, siz təmiz havada qaçmaq olmaz, ağır yük qaldırmaq olmaz. Mütləqdir ki, gəzməlisiniz ki, uşağa təmiz hava getsin, özünüzdə də kislorod yaxşı olsun, uşaqda da. Mən elə gəlir ki, çox şeyi dedim, əzizlərim. Əgər hamınızdan, hər birinizdən soruşacaq, qırmızı ət, mal əti, toyuq əti, amma həyət toyuq əti olmalıdır, hinduşka əti də olar. Mütləqdir ki, bunlardan da istifadə etməlisiniz. Yəni, bu saydıqlarım çox-çox xahiş edirəm ki, yadınızdan çıxmasın. Sütü mən məsləhət bilmirəm, amma kifiri, qatığı, yəni dediyim odur ki, mütləq öz yeməyinizə, yəni hər gün gündəlik bunlardan istifadə edin. Mən elə gəlir, göyərtiləri dedim, yadımdan çıxan mən bilən heç nə qalmadı. Göy alma, əsas məsələ alma mütləqdir. Çünki fol turşusu lazımdır hamilə xanımlara. Göy almanı yeməyiniz məsləhətdir ki, hemoqlobininiz yüksək olmalıdır. Bu da ki, uşağa lazımdır, vacibdir. Çünki həm kalsi qatıqla, alma ilə, qoz, fındıq, bunları yeməklə də, buğda, yaşıl mərcinin cücərməsini yeməklə də sizdə qanınızı da, hemoqlobininizi də qaydasında saxlamış olacaqsınız. Mənim əzizlərim, əgər mənim sağlamlıq qrupuma qoşulmaq istəyirsinizsə, istər hamilə xanımlar, istər süd verən
analar, çünki əsas sizə lazımdır sağlam qidalanmaq. Əgər istəyirsinizsə, buyurub qrupuma gələ bilərsiniz. Qəbzlikdən, qazdan, kökdən azad olacaqsınız bir mənalı şəkildə. Amma mən bəzi dietoloqlar kimi sizə siyana çayı, acılıq otu, maqni sulfat duzu, cürbəcür onları saymaqla bitmir, hansı ki onlar dəhşət saçır. Bir mütəxəssis olaraq özümə rəva bilmədiyimi sizə də rəva bilmirəm. Ona görə mənim qrupumda bunlar qadağandır. Mənim qrupumda aclıq etmək qadağandır. Ay bir gün alma su iç, bir gün nə bilim xurma su iç. İmmunitetiniz düşür və çox pis xəstəliklərə düşürsünüz. Dediyim kimi qaraciyər yüklənməsindən azad olacaqsınız. Xanımlar, sizlərə peelinglər atacağam. Üzünüz par-par parıldayacaq. Dırnaq göbələyindən azad olmağın sirrini öyrədəcəm. Saçınızın gözəl olması sirrini öyrədəcəm. Bütün bu sadaladıqlarım bircə dəfə 20 manat ödəməklə baş verir. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Bəylər də bircə dəfə 20 manat ödəyir, xanımlar da bircə dəfə 20 manat ödəyir. Təbii ki, özünüz bilən məsləhətdir. Əgər istəyirsinizsə, onsuz da mənim səsim hər yerə yayılıb adım. Çünki real vəziyyətdə insanları sağlıqlarına qovuşdururam, aclıq etmədən arıqlayırlar. Və bir də onu deyim ki, mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım. Çünki onlar dəhşət saçır. İstəyirsinizsə buyura bilərsiniz, amma nömrəmi videonun üstünə qoya bilmirəm, çünki icazə yoxdur. İstər YouTube, istər TikTok, istər Instagram səhifəm olsun. Səsli şəkildə deyəcəm, tələffüz edəcəm. Amma necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. Əgər nəsə əlavələr etsəniz, tiri, nöqtə, 012, 55 əlavə etsəniz, tapmayacaqsınız mənim WhatsApp nömrəmi. Rusiyanın WhatsApp nömrəsidir. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlər də bir nemətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.